Çox sağ olun, təşəkkür edirəm hörmətli Çingiz müəllim. Doğrudan da biz ötən ildə sizin layihənizi izlədik. Mən sizin tədbirlərlə bağlı xüsusən YouTube kanalınıza bir xeyli baxdım. Etiraf edirəm ki, bu il yox, ötən ilə baxmışam və həm də o layihənin davamlı baxımından bütün materialları vərəm xəstəsi olan, pasiyenti olan şəxslər hətta oradan izləyib, müəyyən maariflənə bilərlər. Orada mən deyərdim ki, bilməm bu söz nə dərəcədə uyğun gələr, uğur hekayəsi kimi sağalmış, sizin vərəmdən əziyyət çəkən bir təşkilatın üzvü var, onun simasında belə eşidilir və bir motivasiya verir bu xəstələr üçün. Ona görə sizin bu sahədə həm tədbirlərin keçirilməsi, həm də ki, həmin materialların sonradan daha geniş kütləyə çatdırılması çox yaxşı haldır. Elə bayaq da yoldaşlarla biz müzakirə edəndə doğrudan da qeyd edirik ki, Çingiz müəllimin təşkilatı və özü bütün tədbirləri yüksək səviyyədə, bütün tələblərə uyğun keçirir. Bu müsbət halda biz həmkar olaraq bunu yüksək qiymətləndiririk. Eyni zamanda kiçik masa olsa belə, sözün düzü, burada təmtəraqlı zallardan da bəlkə də səslənə bilməyəcək yaxşı fikirlər səsləndi. Bizim həkimlərimiz, qeyri sədrlərimiz maraqlı məqamlara toxundular. Mən xatırlayıram, bəlkə də bir həmkarlarımız xatırlar, bir 10 il bundan qabaq, 15 il, bəlkə də biraz az, bizim qeydilərin bayraq qaldırdığı, üsyan etdiyi bir sahə vardı ki, qohum evliliyi. Yəni, bunu da dövlət qaldırmayıb. Mən səmimi deyirəm ki, o məsələni qeydilər qaldırıb, ekspertlər qaldırıb, mediada müzakirələr gedib və nəhayət düzdür, ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsi öz ayağına yazır ki, bunu biz elədik. Amma bu qeydlərin uğuru idi. Təəssüf ki, bayaq qeyd edildi, səhvləmirəmsə Çingiz müəllim qeyd elədi. Bizim asan modelimiz, dost modelimiz beynəlxalq səviyyədə tanınır, qeyd olunur, amma təəssüf ki, hələ səhiyyəmiz o səviyyədə deyil. Bəli, bizim yaxşı mərmərlənmiş, tikilmiş xəstəxanalarımız var. Amma o mərmərlənmiş xəstəxanalarımızda bəzən avadanlıqlar yoxdur. Mən xatırlayıram, Suraxanında mənə olan Bülbülədə bir qəşəng yer tikilmişdi, acı rengin aparatı yoxdur. İnsanlar basırıqla hamısı sabunçuya gedir. Birinci bu, bax, bəzən biz şəhərin idarə etməsindən danışırıq, nəqliyyat probleminin bir səbəbi də odur. İnsanlar üçün kiçik icmalar yaranmalı ki, orada təhsilini də normal almalıdır, səhiyyə xidmətini də almalıdır. Yəni, bu problemləri məncə qaldırmaq lazımdır. Tədbirə görə təşəkkür edirik. Qeydi Agentliyi belə deyək ki, dövlətin bir qurumudur. Əgər bu layihəni dəstəkləyirsə, demək olar ki, burada çatışmayan məqamların olduğunu dövlətimizin müəyyən strukturu, administrasiya qəbul edir və bunu dəstəkləməyə vacib olduğunu bildirir. Uğurlar arzu edirəm.